orqanizmi. Deyir ki, yetkin insanın kəlləsinin alt çənə sümüyündə normal halda neçə diş yuvası olur? Yetkin insanda 32 diş olur. Alt çənədə 16, üst çənədə 16. Deməli, cavabımız B variantı olacaq. İkinci sual. Həzm sisteminin hansı şöbəsində orqanizmə daxil olmuş suyun əsas hissəsinin sorulması baş verir? Yoğun bağırsaqda. Üçüncü, həzm sisteminin hansı strukturları qidanı yalnız fiziki dəyişikliyə uğradıb həzmi asanlaşdırır? Dişlər. Mexaniki dəyişikliyə baş verir. Dördüncü, yetkin insanın ağzında maksimum neçə böyük azı dişləri olur? Yetkin insanda 32 diş var. Bunun 12'si böyük azı dişi, 8'i kiçik azı dişi, 8 kəsici diş, 4 köpək dişidir. Cavabımız C variantı. 5-ci sualda yetkin insanın ağzında maksimum neçə kiçik azı dişləri olur? 8 ədəd. Yetkin insanın ağzında maksimum neçə kəsici diş vardır? 8 kəsici diş var. 7-ci sualda həzm kanalının hansı hissəsi xlorid turşusunu əmələ gətirir? Mədədə əmələ gəlir xlorid turşusu. 8-də ağız suyu vəzilərinin fəaliyyətini tənzimləyən mərkəz baş beynin hansı şöbəsində yerləşir? Uzunsov beyində. 9. Həzm kanalının hansı şöbəsində xovlar vardır? Xovlar nazik bağırsaqdaydı. 10-cu sual. Öd hansı orqanda sintez olunur? Qaraciyərdə. 11-də karbohidratların parçalaması insanın həzm sisteminin hansı şöbəsində başlayır? Başlayır dediyinə görə ağız boşluğuna qeyd edəcəyik, amma sonraki şöbədə, məsələn, nazik bağırsaqda da parçalanması davam edir. 12-ci sualda İnsanda həzm prosesidə maddələr mübadiləsi nə cür tənzim olunur? Sinir və humoral yolla tənzimlənir. Cavabımız A variantı. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə azı dişi var? Alt çənədə 16 diş, üst çənədə yetkin insanda 16 diş var. Sağ yarısı dediyinə görə 8 diş olur sağ yarısında və bunun neçə azı dişi dediyinə görə 3 böyük azı dişi, 2 kiçik azı dişi toplamda cəmi 5 eləyir. 14. İnsanda öd hansı orqanda sintez olunur? Qaraciyərdə. Mədaltı vəzidə xeyr, yoğun bağırsaqda, 12 barmaq bağırsaqda, mədədə, sirroz xəstəliyə gələn orqanda. Sirroz qaraciyərin xəstəliyidir. 15-ci sualda insanda 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşan fermentlər harada sintez olunur? Mədaltı vəzidə. 16. İnsanda bağırsaq xovlarının divarının səthini hansı toxuma təşkil edir? Bir qat epitel toxuması. Çünki həmin o bir qatlı epitelidən maddələr keçərək bağırsaq venasına sovrulur. Cavabımız A variantı. 17-ci sual. Yetkin insanda normada hansı dişlər bərabər sayda ola bilər? Ağıl dişləri 4 ədəddir, kəsici dişlər 8. Deməli, bərabər deyil. Köpək dişləri 4 ədəd, ağıl dişləri 4 ədəddir. Köpək dişi 4, kəsici dişlər 8. Kəsici 8, böyük azı dişləri 12. Y variantında kiçik azı dişi 8, köpək dişləri 4. Bərabər olanlar köpək və ağıl dişləridir ki, bunlar sayı 4 ədəddir hər birindən. 18-ci sualda yaşlı insanda normada sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? İnsanda ən az köpək dişləridir ki, miqdarı 4-dür. Və bunların sayı elə bir diş növü götürməliyik ki, 4 onlardan 3 dəfə az olsun. Yəni 12 ədəd olsun həmin dişin sayı. İndi baxaq, kiçik yazı dişlərinin sayını. Kiçik yazı dişlərinin sayı 8-dir. Süd dişlərinin sayı 20 ədəddir. Kəsici dişlərin sayı 8-dir. Ağıl dişlərinin sayı 4-dür. Böyük yazı dişlərinin sayı isə 12 ədəddir. Cavabımız Y variantı. 19-cu sualda hansılar həzm vəzilərinə aiddir? Cinsiyyət, böyrək üstü bunlar aid deyil. Süd, tər bunlar aid deyil. Hipofiz, xeyr, bu aid deyil. Tüpürcək, mədə, mədaltı və bağırsaq vəzləri bunlar aiddir. Cavabımız D variantı. 20.
İnsanın həzm sistemi orqanının xəstəliyidir. İkinci sualda insanın həzm sistemi orqanının xəstəliyidir. Vərəm bakteriyal xəstəlikdir, qrip virus xəstəliyidir. Meningit həm bakteriyal, həm virus, həm də bir hüceyrələr tərəfindən törədilən xəstəlikdir. Polimelitit virusdur, ancaq siroz xəstəliyi qaraciyərin xəstəliyidir, yəni həzm sisteminin xəstəliyinə aiddir. Cavabımız C variantı. 21-ci sualda siroz hansı orqanlar sisteminin xəstəliyi ola bilər? Həzm. Eyni sualın təkrarıdır. 22-ci sual. Yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı. Bir dişlə qonşu olan dişlərin sayı alt çənədə 2 ədəddir. Ən sonuncu dişlər. Və öz diş qrupu ilə qonşu olmayan dişlərin sayı, yəni köpək dişlərinin sayından söhbət gedir. Onlar da alt çənədə 2 ədəddir. Bunların cəmi birlikdə edir 4. 23-cü sualda. Aşağıda göstərilən maddələrdən hansıları həzm olunmadan mənimsənilir? Vitaminlərdir, mineral duzlardır. Bunlar həzm olunmadan mənimsənilir. 2 və 3. A variantı. 24-cü sualda. Həzm kanalından kənarda yerləşən, lakin axarları həzm kanalına açılan qarışıq sekresiya vəzisi mədaltı vəzidir. Çünki həm daxili sekresiya məhsulu var, insulin, həm də xarici sekresiya vəzisi olan fermentləri var. 25-ci sualda. Şəkildə mədə hansı rəqəmlə göstərilib? 3 ilə göstərilən mədənin şəklidir. 26-cı sualda. Şəkildə 12 barmaq bağırsaq hansı rəqəmlə göstərilib? Burada 4 rəqəmi ilə göstərilən mədənin çıxacağında yerləşən 12 barmaq bağırsaqdır. Cavabımız D variantı. Sonra 27-ci suala baxaq. Həzm sisteminə aid verilmiş şəklə əsasən doğru ifadəni müəyyən edin. Deməli, 1 qaraciyərdir, 2 mədə, 3 mədaltı vəzi, 4 burada 12 barmaq bağırsaq, 5-ci isə öd kisəsidir. Və bizdən deyir ki, A variantında 3 insulin və glikagon hormonlarını sintez edir. Bəli, bu doğru ifadədir. Glikagen xeyr, sintez etmir. Bu yanlışdır, glikagen sözü. Glikagon idi, insulin və glikagon idi, ancaq glikagen sintez olunmurdu. A yanlış. 1 ən iri daxili sekresiya vəzisidir. Daxili deyil, xarici sekresiya vəzisidir. Ona görə bu da yanlışdır. İkinci, polisaxaridləri polisaxaridləri parçalaya bilmir. Doğrudur. Karbohidratların parçalanması ağız və nazik bağırsaqda gedir. Ona görə C variantı doğru ifadədir. 4. Soxulcana bənzər çıxıntıya malik olan şöbəsi var. Soxulcana bənzər çıxıntıya malik olan şöbə yoğun bağırsaqdır. Burada isə yoğun bağırsağın şəkli yoxdur. Bu da yanlışdır. 5 yağların kimyəvi həzmini həyata keçirir. Xeyr, öd yağların kimyəvi həzmini deyil, mexaniki həzmini həyata keçirir. Yəni, böyük yağ parçaları kiçik yağ damlalarına parçalanır. 27-də C variantı. 28-ci sualda. Həzm kanalının hansı şöbəsinin divarı üzvü maddələrin parçalama məhsullarının sovrulması prosesi üçün daha yaxşı uyğunlaşmışdır? Cavabımız nazik bağırsaq olacaq. Çünki nazik bağırsağın divarındakı olan mikroxovlardan qana, venaya qidalı maddələr sovrulur. Cavab B variantı. 29-cu sualda. İri həzm vəzləri həzm kanalı ilə necə birləşirlər? Onlar xarici sekresiya vəzləri olduğuna görə xüsusi axarları var. Cavab Y variantı. 30-cu sualda. Həzm sisteminin hansı şöbəsinin səthinin sahəsi daha böyükdür? Ən böyük olan nazik bağırsaqdır ki, orada çoxlu xovlar var. Hər kvadrat santimetrdə 2500 xov. Bu da əgər nazik bağırsağın səthinin sahəsini genişləndirərdi. 31-ci sualda. Yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə diş var? Əgər 32 diş varsa, 16 ədədi yuxarıda, 16 ədədi aşağıdadır. Və çənənin yarısı dediyinə görə, burada da 8 diş var imiş. Cavab Y variantı. 32-də. Mədaltı vəznin hazırladığı həzm fermentləri verilən qida maddələrindən hansına təsir edir? Yağlara,
zülallara və karbohidratlara. Hər üçünə təsir edə bilir. Ona görə cavabımızı deməli olacaq saxaroza, zülallar amin turşularına parçalanacaq. Bir də qlikozan yağın. Çünki glikoz özü monomerdir. Vitaminlər də olduğu kimi sovrulur qana. 1, 2 və 5. Cavabımız D variantı. 33-cü sualda mədaltı vəzin və qaraciyərin axarları həzm kanalının hansı şöbəsinə açılır? Nazik bağırsağa. 34-də apendiks həzm kanalının hansı hissəsinin çıxıntısıdır? Bu yoğun bağırsağın çıxıntısıdır. Yoğun bağırsağa da aiddir kör bağırsaq. Düz bağırsaq da aiddir, ancaq apendiksis sırf kör bağırsağın çıxıntısıdır. 35. İnsanda həzm kanalının hansı şöbəsində zülalların parçalanması başlayır? İlk öncə başlayır mədədə. Çünki mədədə süddə olan zülallar parçalanır. 36. İnsanın həzm sisteminin hansı şöbəsində süd yağlarının həzmi başlayır? Bu da mədədə. 37. Həzm kanalının hansı şöbəsində olan bakteriyalar bəzi vitaminlərin sintezində iştirak edir? Bu yoğun bağırsaqdır. K və B qrup vitaminlərin sintezi baş verir. 38-də həzm prosesi zamanı əmələ gələn zəhərli maddələrin əsas hissəsi hansı orqandan keçərkən zərərsizləşdirilir? Bu qaraciyərdir. Çünki qaraciyərin bağırsaq venası ilə qana sovrulan qida maddələri qaraciyərdən keçir və qaraciyərdə zərərsizləşdirilir. 39-da həzm kanalının hansı şöbəsində zülal, yağ və karbohidratlar fermentlərin təsiri ilə parçalanır? Bu nazik bağırsaqdadır. Çünki ora mədaltı vəzin fermentlərinin axarı açılır. 40-cı sual. Bağırsaq xovlarından hansı damarlar çıxır? Bağırsaq venası və limfa kapilyarları çıxır. Bura aiddir, deməli A variantı. 41-ci sualda insanın mədə şirəsi haqqında düzgün olmayanı göstərin. Tərkibinə selik, xlorid turşusu və fermentlər daxildir. Bu doğru ifadədir. Yalnız turş mühitdə təsir göstərir. Doğrudur. Karbohidratları parçalamır. Bu da doğrudur. D. Yalnız zülalları parçaları xeyr. Çünki həm süd zülallarını, həm də süddə olan yağları parçalayır. Bu cavab yanlışdır. Ona görə cavabımız D variantı. 42-ci sual. İnsan orqanizmində üzvü maddələrin həzm olunması əsasən hansı orqandan başa çatır? Nazik bağırsaqdan. Çünki artıq oradan sovrulma prosesi baş verir. 43-də nazik bağırsağın xovlarının fəaliyyətinin azalması nəticəsində aşağıdakılardan hansı baş verə bilər? Həzm olunmuş qida qana kifayət qədər sovrulmaz. Bəli. Çünki sovrulma prosesi pozularsa bu hal baş verər. 44-cü suala baxaq. On 6 yaşlı yeniyetmənin ağzında normalda maksimum neçə diş olur? 16 yaşlı yeniyetmədə ağıl dişləri hələ tam çıxmadığına görə 28 diş olur. 45-də aşağıdakı cərgələrdən hansındakı insanda həzm kanalı şöbələrinin yerləşmə ardıcıllığı düzgün göstərilmişdir? Ağız boşluğu, udulaq, qida borusu, mədə, nazik və yoğun bağırsaqlar olmalıdır. İndi cavablarımıza baxaq. Mədə qida borusundan sonra olar. Bu yanlışdır. Qida borusu, udulaq, xeyr. Birinci udulaq gəlir. Ağız boşluğu, udulaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və anus. Bu doğru ifadədir. C variantı. 46-cı sualda turş mühitdə hansı yağ həzm olunur? Süd yağları turş mühitdə mədən fermentlərinin təsiri ilə həzmə uğrayır. Cavabımız B variantı. 47. Söylənilənlərdən hansı mədaltı vəz haqqında yanlışdır? Karbohidrat mübadiləsinin tənzimləməsində iştirak edir. Bu doğrudur. İfraz etdiyi fermentlər, yağlar, zülallar, karbohidratların parçalanmasını təmin edir. Bu da doğru ifadədir. Axacaqları 12 barmaq bağırsağı açılır. Doğrudur. Qarışıq vəzidir. Bəli. Karbohidrat mübadiləsində yalnız xarici sekresiya vəzisi kimi iştirak edir. Bu yanlışdır. Çünki insulin karbohidrat mübadiləsində daxili sekresiya vəzisinin hormonu kimi, yəni daxili sekresiya vəzisi kimi iştirak edir. Buna görə qarışıq sekresiya vəzisidir. Mədaltı vəzi cavabımız Y variantı. 48-ci sualda insanın diş aparatında neçə süd dişi var? 20 süd dişi olur, 32 daimi diş. 49-cu sualda
49-cu sual. Mədalı vəzin fermentləri həzm kanalının hansı şöbəsində, hansı maddənin təsirindən sonra fəallaşır? 12 barmaq bağırsaqda ödün təsiri ilə. Baxaq, mədədə xlorid turşusunun, xeyr, yanlışdır. 12 barmaq bağırsaqda hormonların, bu da deyil. Nazik bağırsaqda vitaminlərin, xeyr. 12 barmaq bağırsaqda ödün. Doğru cavabımız D variantı. 50-ci sual. Yaşlı kişinin daimi dişlərinin sayı deməli 12 azı dişidir. Sonradan çıxan və daimi dişləri 32-dir. 32 dişin ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişlərinin sayısı 28-dir. 32-ni 28-i ixtisar aparanda 4-ə 8, 7. Cavabımız A variantı. 51-ci sualdan. İnsanın mədalı vəzisi haqqında deyilənlərdən hansı yanlışdır? Həzm prosesində plastik mübadiləni həyata keçirir. Xeyr, əksinə plastik mübadiləni deyil, parçalanmanı həyata keçirir, energetik mübadiləni. Ona görə bu ifadə yanlışdır. 52-də yetkin insanda normada aç çənədəki köpək dişlərin sayı. Ümumi 4 dənə köpək dişi var, amma alt çənə dediyinə görə 2 köpək dişi var. Dişlərin sayının bu çənədəki böyük azı dişlərinin sayına nisbəti, yəni 2-nin 6-ya nisbətini deyir. 1, 3. Cavabımız D variantı. 53-cü sualda. Yetkin insanda normada alt çənədəki böyük azı dişlərin sayının, alt çənədə 6 böyük azı dişi var. Bu çənədəki kəsici dişlərin sayını, yəni alt çənədə 4 dənə də kəsici diş var. 3-ün 2-yə nisbəti. Cavabımız D variantı. 54-də həzm kanalının hansı hissəsinə kanaldan kənarda yerləşən daha çox iri vəzi axarı açılır? Həzm kanalına 8 iri vəzinin axarı açılır. Bunlardan biri qaraciyərdir, sonra mədaltı vəzi, ağızda yerləşən 3 cüt iri ağız suyu vəzləridir. Bizə ən çox dediyinə görə ağız boşluğuna açılan 3 cüt ağız suyu vəzlərindən söhbət gedir. Cavabımız C variantı. 55-də həzm kanalına kanaldan kənarda yerləşən cəmi neçə iri həzm vəzisinin axacağı açılır? 8. 56-dan insanda həzm kanalından kənarda yerləşən neçə həzm vəzisinin axarı 12 barmaq bağırsağı açılır, mədaltı vəzi ilə qaraciyərin axarı açılır. D variantı. 57-də insanın həzm kanalında zülalların həzmə uğradığı ardıcıl mühitlər. İlk öncə süddəki zülallar mədədə turş mühitdə həzmə uğrayır, sonra isə 12 barmaq bağırsaqda qələvi mühitdə. Deməli, turş və qələvi mühit. Cavabımız C variantı. 58-dən normal ontogenez zamanı 13 yaşlı uşaqda alt çənədə bütün kəsici dişlər çıxarılarsa, artıq 13 yaşında bu uşağın süd dişləri daimi dişlərlə əvəz olunub və kəsici dişlərin sayı 8 ədəddir və alt çənədə isə 4 ədəd kəsici diş var. Deməli, bu uşağın ağzında 28 dişdən 4-ü çıxarılıb və 24 dişi var. Və deyir ki, qalan dişlərin sayının yetkin insanda olan dişlərin sayına nisbəti, yəni yetkin insanın 32 dişi var. 24-ün 32-yə nisbəti, hər ikisini 8-ə bölsək, burada 3, burada isə 4 qalır. Cavabımız 3-ün 4-ə nisbəti Y variantı. 59-cu sualda. Normal ontogenez zamanı 13 yaşlı uşaqda bütün köpək dişləri çıxarılarsa, yəni 28 dişindən 4 köpək dişi çıxarılıb, qalıb 24 diş. Qalan dişlərin sayının yetkin insanda olan dişlərin sayına nisbəti, yəni 24-ün 32-yə nisbətini istəyir. Yenə də 3-ün 4-ə nisbəti. Cavabımız D variantı. 60-cı sualda. Hansı qrafik qidadakı zülalların insanın həzm kanalından keçməsi zamanı həzm şirələrinin təsirindən əmələ gələn amin turşularının miqdarının dəyişməsini göstərir? İlk öncə ağızda zülallar həzmə uğramır. Ona görə ağızda heç bir dəyişiklik baş verməyəcək.
Lakin sonra mədədə süd zülalları başlayır parçalanmağa, 12 barmaq bağırsaqda isə bütün zülallar parçalanır. Ona görə getdikcə qrafik sıfırdan başlayıb artacaq. Cavabımıza ən yaxın olan variant A variantıdır. 61-ci suala baxaq. İnsanda həzm kanalının hansı şöbəsi əsasən döş boşluğunda yerləşir? Udulaq boşluqda yerləşmir. Yəni, mədə qarın boşluğundadır. Yoğun bağırsaqların bir hissəsi qarın boşluğunda, bir hissəsi çanaq boşluğunda. Nazik bağırsaq qarın boşluğu ilə yerləşir. Qida borusu isə həm döş boşluğundadır, həm də qarın boşluğunda. 3/2 hissəsi döş boşluğunda yerləşdiyinə görə əsasən çox hissəsi döş boşluğuna düşür. 62-ci sualda. Şəklə əsasən hansı ifadə doğru deyil, deyir bizə. 3-də süd yağlarını parçalayan fermentlər var. Bəli, süd yağları lipazanın təsiri ilə mədədə parçalanırlar. B-də 1-ə yağlar, karbohidratlar, zülallar daxil olur. Bəli, qida borusuna bunlar daxil olurlar. Sonra 3-ün şirəsinin fermentləri karbohidratları həzm etmir. Bu da doğru ifadədir. Çünki mədədə tuş mühitdə karbohidratlar sintez olunmur. D variantı. 3-də gliserin və yağ turşuları yoxdur. Amma süd yağları mədədə parçalandığına görə bu ifadə yanlış ifadədir. Cavabımız D variantı. 63-cü suala baxaq. Şəklə əsasən hansı ifadə doğrudur? 3-ün şirəsinin fermentləri karbohidratları həzm edir. Xeyr, həzm etmir. Mədədə karbohidratların həzmi getmir. Ona görə A variantı yanlış ifadədir. B. 1-ə yağlar, karbohidratlar və zülallar daxil olunur. Bu da yanlışdır. C variantı. 2-də heyvan mənşəli yağların parçalanması baş verir. Bu doğru ifadədir. 64-də. İnsanın yoğun bağırsağında yaşayan faydalı bakteriyaların sayı bir qədər artarsa, orada nə baş verər? O zaman həmin bakteriyalar vitamin sintez eləyir ki, o vitaminin miqdarı artar. O zaman zülalların həzm olunmamış məhsullarının parçalanması zəifləyər. Xeyr. Xəstəlik törədən mikrobların sayı artar, aid deyil. Sellulozanın parçalanması zəifləyər. Xeyr. Bəzi vitaminlərin sintezi artar. Bu doğru ifadədir. Cavabımız D variantı. 65-ci sualda. İnsanın yoğun bağırsağında yaşayan faydalı bağırsaq çöplərinin sayı azalarsa, onda nə baş verər? Bu zaman həmin vitaminlərin sintezi zəifləyər. B variantı. 66-cı sualda. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst amin turşularının miqdarı daha çoxdur? Nazik bağırsaqda daha çox olar. Ona görə həzm kanalının ən uzun şöbəsi də nazik bağırsaqdır ki, bir neçə metrə çatır. Ona görə burada olar. 67-də insanın həzm kanalının hansı şöbəsində sərbəst yağ turşularının miqdarı daha çox olar? Yenə də eyni şəkildə həzm kanalının ən uzun şöbəsində. Çünki ən çox monomerə biz artıq nazik bağırsaqda rast gəlirik. 68-ci sualda həzm kanalında yerləşən vəzlərə aiddir qaraciyər və mədə-altı vəzi. Elə A variantı doğru ifadədir. 69-da həzm kanalının daxili divarında yerləşən vəzlərə aiddir. Mədə vəzləri, bir də nazik bağırsağın vəzləri. Divarında yerləşənlər mədə və bağırsaq vəzləri. Cavabımız C variantı. 70-ci sualda 4 yaşlı uşağın ağzında normada neçə azı dişi olur? 4 yaşlı uşaqda 8 kiçik azı dişi olur. Cavab B variantı. 71-də 14 yaşlı yeniyetmədə normada neçə böyük azı dişi olur? Ağıl dişləri hələ çıxmadığına görə 8 böyük azı dişi olur və 8 kiçik azı dişi. 72-ci sualda həkim dişlərini müayinə etdirən şəxsən alt çənədəki kəsici dişlərin sayına bərabər olan dişlərin müalicəyə ehtiyacı olduğunu deyir. Alt çənədə 4 kəsici diş var və insanın ağız boşluğunda 4 ədəd ümumilikdə köpək dişi var. Bu insanın deməli 4 ədəd köpək dişinin müalicəyə ehtiyacı var.
və bu şəxsin neçə dişi müalicə olunmalıdır deyirsə, həmin o 4 köpək dişi müalicə olunmalıdır. Cavabımız C variantı. 73-cü suala baxaq. Hormon ifraz edən həzm vəzisi şəkildə hansı rəqəmlə işarə olunub? Hormon ifraz edən vəzi mədə-altı vəzidir ki, qarışıq sekresiya vəzisinə aiddir. Mədə-altı vəzi də burada 2 ilə işarə olunandır. Cavabımız Y variantı. 74-cü sualda həzm kanalında fermentlərin təsirindən karbohidratlar ardıcıl olaraq hansı mühitlərdə parçalanır? Karbohidratlar ilk öncə ağız boşluğunda zəif qələvi mühitdə, sonra nazik bağırsaqda qələvi mühitdə parçalanır. Ona görə cavabımız C variantıdır. 75-ci sualda aşağıda ox qoyulan orqan haqqında deyilən fikirlərdən hansı düzdür? Buradakı orqan mədə-altı vəzidir. Yazılıb ki, çanaq boşluğunda yerləşir. Xeyr, qarın boşluğunda yerləşir bu orqan. Yalnız xarici sekresiya vəzisidir, yanlışdır. Qarışıq sekresiya vəzisidir. Sonra C variantında axarları kör bağırsağı açılır. Xeyr, 12 barmaq bağırsağı açılır. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb ola bilər. Bəli, bu doğrudur. Çünki bu mədə-altı vəzinin xəstəliyidir. 76-cı sualda Ehlers-Danlos diaqramına əsasən uyğunluğu müəyyən edin. Mədə-altı vəzi və qaraciyər verib bizə. Xarici sekresiya vəzisidir qaraciyər. Həzm kanalında kənarda yerləşən vəzidir. Hər ikisi həzm kanalından kənarda yerləşir. Qarışıq sekresiya vəzisi deyirsə, bu mədə-altı vəzidir. Təkdir, hər ikisinin sayı təkdir, 4. Axacağı 12 barmaq bağırsağı açılır, bunların hər ikisi. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Bu mədə-altı vəziyə aiddir. Funksiyasının pozulması sirroz xəstəliyinə səbəb olur. Qaraciyərdir. Qarın boşluğunda yerləşir. Bu da hər ikisinə aiddir. Deməli, X 3, 6, Y 2, 4, 5, 8, Z isə 1, 7. Cavabımız A variantı aiddir bu suala. 77-ci suala baxaq. Deməli, ödə aid xüsusiyyətlərdən hansı düzgündür? Suyun, mineral maddələrin və vitaminlərin sorulmasını təmin edir. Xeyr, ödə aid deyil bu. Sellulozanın bakterial parçalanmasını təmin edir. Bu yoğun bağırsağın funksiyasıdır. Sonra qida qalıqlarını anusa doğru istiqamətləndirir. Bu da aid deyil. Yağların həzmini asanlaşdırır. Bəli, ödün təsiri ilə yağlar mexaniki həzmə uğrayır. D variantı. 78. İnsanın həzm kanalında zülalların 2 fərqli mühitdə parçalandığını söyləmək olarmı? Bəli, çünki həm mədədə süd zülalları parçalanır, həm də 12 barmaq bağırsaqda qələvi mühitdə. Olmazları aid deyil. Onlar çünki onlar həm tuş, həm də qələvi mühitdə parçalanır. Elə C variantıdır. 79-cu sualda. Nə üçün qusan bir uşağı yanı üstə uzadırlar? Çünki həmin qusuntu kütləsi nəfəs borusuna düşməsin deyə. Cavabımız Y variantı. 80-ci sualda insanın həzm prosesinə aid deyil, qidanın kimyəvi dəyişkənliyi aiddir. Fermentlərin iştirak etməsi bu aiddir. Suyun iştirak etməsi, yəni hidrolizə uğrayır, doğrudur. Qidanın mexaniki dəyişikliyi düzdür, amma istiliyin udulması aid deyil. 81-ci sualda X və Y-i müəyyən edin. Yarpaq, nazik bağırsağın sahəsi verib bizə 5 kvadrat millimetr və xov sayını istəyir. 1 kvadrat santimetrimizdə 2500 xov var və 1 kvadrat santimetr bərabərdir 100 millimetrin kvadratına. İndi bizdə 5 millimetr dediyinə görə, əgər 100 kvadrat millimetrdə 2500 xov varsa, 5 millimetr kvadratında X. X-i tapsaq buradan 5-i 2500-ə vurub 100-ə bölsək, sıfırları ixtisara aparsaq, 125. Cavabımız 125. X tapdıq 125. Və digərində sahəsində 4x qədərdirsə, 4 vurulsun 125, 500 edir. Və bizdən bu dəfə santimetrlə verib. Deməli, 1 kvadrat santimetrdən yenə 2500-dürsə,
500-ü x. X bərabərdir 500 bölünsün 2500-ə. Buradan sıfırları ixtisar aparırıq. 5 bölünsün 25-dən. 5-ə ixtisar getsə 1 bölünsün 5, o da 0,2 eləyir cavab. Cavabımız Y variantı. 82-ci suala baxaq. Deməli, 3 şəxsdə olan azı dişlərinin sayı aşağıdakı qrafikdə əks olunub. Birinci şəxsin 8 dənə azı dişi varsa, bu deməli kiçik azı dişləridir. İkincidə 16, üçüncüdə azı dişlərinin sayı 20. Deməli, bu süd dişlərində bu X-də olan adamın yaşı. Sonra Z bundan böyüdür. 16 yaşa qədərdir Z-in yaşı. 20 ədəd olan artıq yetkin insandır. İndi gəlin, baxaq, nə deyir burada? 82-də. Deməli, dedik ki, X 8 idi. X bərabərdir 8. Z bərabərdir 16, Y də bərabərdir 20 azı dişi var. Qrafika əsasən doğru olmayan bəndi müəyyən edin. Ağızdan diş çıxarılmayıb. Deyir ki, Y-də ümumi dişlərin sayı köpək dişlərinin sayından 8 dəfə çoxdur. Y-in 20 azı dişi varsa, deməli bu adamın 32 dişi var imiş. Və 32 diş köpək dişlərin sayından 8 dəfə çoxdur. Doğrudur. Köpək dişi 4 ədəddir. Z-in 16 azı dişi varsa, deməli bu insan orta yaşlı 16 yaşa qədər olanda 8 isə süd dişləridir. Süd dişləri olan uşağın 8 azı dişləri var. Z ağıl dişləri yenicə çıxıb. Hələ Z-in ağıl dişləri çıxmayıb. Çünki 16 azı dişi var. 20 deyil. Ona görə elə səhv variantımız budur, B variantı. 83-cü sualda cədvəldə həzm sisteminin müxtəlif vəzilərində X, Y və Z birləşmələrini həzmə uğradan fermentlərin sintez olunub-olunmaması göstərilib. Bu üzvü maddələri təyin edin. Deməli, X maddəsi nədirsə, bu ancaq mədə vəzlərinin, bir də mədə-altı vəzinin fermentləri tərəfindən həzmə uğrayıb. Ağız boşluğunda bunun həzmi yoxdur. Deməli, bu yağ ola bilər və zülal ola bilər. Sonra Y-la göstərilən ağız boşluğuna bir də mədə-altı vəzinin fermentləri ilə nazik bağırsaqda həzmə uğrursa, bu deməli karbohidratlardır. Çünki mədədə bunu fermenti yoxdur. Bu karbohidratdır Y. Z isə mədə vəzləri və ağız suyunda həzmi getmir, yalnız mədə-altı vəzdə gedirsə, bu ancaq bitki yağlarıdır. Deməli, bitki yağı, karbohidrat, X zülaldır. Cavabımız B variantıdır. 84-cü sualda cədvəldə X, Y və Z ilə işarə olunmuş həzm vəzlərində hansı üzvü maddələri parçalaya bilən fermentlərin sintez olunub-olunmaması verilmişdir. Bu vəziləri təyin edin. Deməli, bizdə insanın həzm vəzləri verib, zülal verib, karbohidrat verib və bitki yağı verib. İnsanın vəzləridir. Zülal mədədə və 12 barmaq bağırsaqda həzmə uğrayır və ağız boşluğunda həzmə uğramır. Deməli, X ağız suyu vəzləri ola bilər. Çünki karbohidratlar həzmə uğrayıb, bitki yağları həzmə uğrayıb. Bu ağız suyudur. Y maddəsi Y-də zülal həzmə uğrayıb, yalnız karbohidrat və bitki yağları həzmə uğramayıb. O zaman bu mədədir. Z isə hər üçündə həzmə uğrayıb. Bu artıq deməli həm ağızda, həm karbohidrat, həm də bitki yağları. Bu da mədə-altı vəzidir. Ağız, mədə və mədə-altı vəzi. Baxaq. Ağız, mədə və Y variantı. 85-ci sualda
Həzm kanalından kənarda yerləşmiş həzm vəzlərindən hansılar yağlara həzmə uğradan fermentləri ifraz edir? Yağların həzmə uğraması ödün təsiri ilə, bir də məddaltı vəzi fermentləri təsiri ilə baş verir. Burada bizdən ferment istədiyinə görə yalnız məddaltı vəzidir cavabımız. C variantı. 86-cı sualda. Sağlam insan orqanizminin həzm sisteminin orqanları ilə onların funksiyaları arasında uyğunluğu müəyyən edin. Deməli, glikozanın artığı glikogen şəklində toplanır qaraciyərdə. X bərabərdir 2. X-ə 2 aiddir. Sonra Y ilə qəbul olunan karbohidratların parçalanması baş verir ağızda. Y-ə 1 aiddir. Sellulozanı bakterial parçalanmasını həyata keçirən yoğun bağırsaqdır. Bizdə də yoğun bağırsağın şəkli burada 3 ilə göstərilib. Sonra ödün iştirakı ilə turş qida horrasının neytrallaşması nazik bağırsaqda baş verir. Nazik bağırsaq bizə 5 ilə göstərilib. K 5-dir. Heyvani yağların parçalanması baş verir. Bu da mədədə. Süd yağları parçalanır. Ona görə F və 4 aiddir. Cavabımız A variantı. 87-ci suala baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Zədələnməsi sirroz xəstəliyinə gətirib çıxarır qaraciyərin. Qarın boşluğunda yerləşir hər iki orqan. Əzələ qatında uzunluğuna, eninə və köndələn sayı əzələlər var mədənin. İfraz etdiyi maddə məddaltı vəznin fermentlərini aktivləşdirir, yəni öddən söhbət gedir qaraciyərdə. Fermentləri, karbohidratları parçalamır, bu mədədir. Həzm kanalının ən geniş hissəsidir, yenə mədə. Deməli, 1, 4, Y2, Z3, 5, 6. Cavabımız A variantı. 88-ci suala baxaq. Cədvəldə insanın müxtəlif cür dişlərinin bəzi xüsusiyyətləri verilib. Buna əsasən hansı ifadə doğrudur? Deməli, ontogenez zamanı 16 yaşdan sonra çıxır X və öz diş növü ilə qonşu deyil, həm öz diş növü, həm də daimi dişlə qonşudur. Xeyr. 16 yaşdan sonra çıxırsa, bu ağıl dişləridir. Ağıl. Sonra Y dişi öz diş növü ilə qonşu deyil, öz diş növü, həm də daimi dişlə qonşudur. Xeyr. Bu köpək dişidir. Köpək. Z isə öz diş növü ilə də qonşu deyil. 16 yaşdan sonra çıxır, bu da aid deyil. Həm öz diş növü, həm də daimi dişlə qonşudur. Buna məsəl üçün aid ola bilər kəsici diş və böyük azı dişləri. Aid ola bilər kiçik azı dişləri, yəni. İndi bizdən soruşur, X-in yetkin insanda sayı 8 ədəddir. Ağıl dişlərinin sayı 4 ədəddir. Bizdən doğru ifadəni istəyir. Sonra Y kəsici və kiçik azı dişi ilə qonşudur. Baxaq, köpək kəsici və kiçik azı dişi ilə qonşudur. Doğru ifadədir. Cavabımız B variantı. 89-cu sualda. Mədənin şəkli verilib. Deyir ki, iki bədən boşluğunda yerləşərək ona birləşən orqan. Buna birləşən iki bədən boşluğunda yerləşən orqan qida borusudur. Deməli, qida borusu. Sonra şəkildə orqanın şirə ifrazını gücləndirən sinirlər, həzm sistemini gücləndirən parasimpatik sinirlərdir. Parasimpatik. Və şəkildəki orqanın fermentlərinin təsirindən kimyəvi parçalanmaya məruz qalmayan üzvü birləşmə karbohidratlardır. Karbohidratların digər adı polisaxaridlər. Cavabımız C variantı. 90-cı sualda. X, Y və Z maddələrinin biri nişasta, biri yağ, biri isə zülaldır. Təcrübələrin nəticələrinə görə bu maddələri təyin edin. Deməli, X və Y ağız suyunun üzərinə ağız suyu töküb, yalnız Y parçalanır. Deməli, Y karbohidratdır. Y karbohidrat, nişasta. Sonra mədə şirəsinin üzərinə Y və Z tökülüb, yalnız Z parçalanıb. Deməli, burada söhbət yalnız Z parçalanıbsa, Y karbohidrat idi, Z də o zaman ya yağdır, yağ və yaxud
zülal ola bilər. İndi sonuncu baxaq. Mədaltı vəzin şirəsi və öd dökülüb X vəziyyətin üzərinə, hər ikisi parçalanıb. Həm zülallarda, həm də yağlarda burada X nə idi? Y dedik karbohidratdır. Bu Y karbohidratdır. X vəziyyəti töküb parçalanıb. İndi gəlin baxaq. Deməli X deməli yağdır. Z də zülalıymış. C variantı. 91-ci sualda yalnız nazik bağırsağa aid olanları müəyyən edin. İşi sinir və humoral yolla tənzimlənir. Bu, həzm sistemi orqanlarına aiddir. Sutkada 2,5 litr ifraz olunur. Bu, mədəyə aiddir. Yağların həzmi gedir. Həm mədədə gedə bilər yağların həzmi, yəni süd yağlarından, həm də nazik bağırsaqda. Zülalların həzmi gedir həm mədədə, həm nazik bağırsaqda. Kimyəvi çevrilməyə uğramış qida maddələri qana və limfaya keçir. Bu, nazik bağırsağa aiddir. Axarı bu bağırsağa açılan orqan zərərli maddələri zərərsizləşdirir. Bu bağırsağa açılan orqan zərərli maddələri, burada da nazik bağırsaqdan söhbət gedir. 92-ci sualda insanın həzm kanalında fermentlərin təsirindən hansının parçalanma baş verməz? Zülallar amin turşularına parçalanır, doğrudur. Yağlar glükoza və amin turşularına yanlışdır. Mürəkkəb karbohidratlar glükozaya, bu doğrudur. Yağlar gliserin və yağ turşularına, doğrudur. Zülallar glükoza və gliserinə yanlışdır. Mürəkkəb karbohidratlar gliserin və amin turşularına yanlışdır. Cavab 2, 5, 6. 93-cüdə insanın mədə divarlarında hansılar ola bilər? Dinozorlu əzələlər ola bilməz, saya əzələlər ola bilər. Xov nazik bağırsaqdadır, daxili sekresiya vəzləri də yoxdur, xarici sekresiya vəzləri də 2 və 5. 94-cü sualda insan üçün hansı mülahizələr doğrudur? Deməli, həzm kanalında zülallar bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Bu doğru ifadədir. Həzm kanalında üzvü maddələrin parçalanmasına yalnız daxili sekresiya vəzləri iştirak edir. Yanlışdır. Həzm kanalından kənarda yalnız 6 iri xarici sekresiya vəzi var, 8-də sayı yanlışdır. Həzm kanalında öd yağların həzmini asanlaşdırır. Bəli, mexaniki çevrilməyə məruz qoyur. Həzmini asanlaşdırır, yox, mexaniki yəni parçalayır. Həzmini mədaltı vəzi fermentləri həyata keçirir. Bu yanlışdır. Öd mədaltı vəzi fermentlərini fəallaşdırır. Baxın, bu ifadə doğrudur. Su yoğun bağırsaqdan sovrulur. Bu da doğrudur. Cavabımız 1, 5 və 6. 95-ci sualda insan üçün yoğun bağırsağa aid olan xüsusiyyətləri. A, D, Y, K vitaminlərin sovrulmasını asanlaşdırır. Bu vitaminlər nazik bağırsaqdan limfaya sovrulur. Bəzi bakteriyaların yaşadığı yerdir. Doğrudur. Selulozanın bakteriyal parçalanması burada gedir. Bu da doğrudur. Suyun çox hissəsi və vitaminlər buradan sovrulur. Bu da doğrudur. Yağların həzmini asanlaşdırır. Xeyr, zərərli maddələri zərərsizləşdirir. Bu da aid deyil. 96-cı sualda insanın həzm kanalının ən uzun şöbəsindən qanı qarın boşluğunun sağ hissəsində yerləşən orqana gətirən damar. Ən uzun şöbəsi nazik bağırsaqdır. Nazik bağırsaqdan bağırsaq venası çıxır ki, bu da qaraciyərə gətirir. Söhbət burada qaraciyərdən gedir. Qaraciyərə gələn damardan. Zərərli maddələri ən az olan qanı nəql edir. Yox, yanlışdır. Qida maddələri ən çox olan qanı nəqlidir. Bu doğru ifadədir. Çünki artıq sovrulmuş qida maddələri oradadır. 3-cü, arterial qandaşır, xeyr, venadır, doğrudur. Bağırsaq venasıdır. 2 və 4. 97-ci suala baxaq. Həzm kanalının ən geniş hissəsi söhbət mədədən gedir. Ən geniş hissəsi mədədir çünki. Zülalların kimyəvi həzminin başlandığı orqandır. Bu doğru ifadədir. Süd zülalları parçalanır. Bitki yağlarının və karbohidratların fermentlərin təsirindən parçalandığı orqandır. Yanlışdır. Xovlar vasitəsilə sovrulma prosesi həyata keçirir. Xeyr, nazik bağırsaqlarda olur xovlar. Qidanın fiziki və kimyəvi çevrilməyə məruz qaldığı orqandır. Doğrudur. Çünki mədədə olan əzəllər sayəsində qida həm fiziki çevrilməyə məruz qalır, həm də orada olan fermentlər sayəsində kimyəvi çevrilməyə məruz qalır.